Dostlar, radiatorun quraşdırmağını da göstərmək istəyərdim sizə. Yəni 160'lıq radiatordur. Bəzi adamlar var, nə bilim, altdan qoşur, nə bilim, hardan qoşur. Amma ən düz variant diagonalini qoşmaqdır. Подача sağdan, обратка isə soldan. Radiator demək olar ki, tam qoyba. Bura qədər əməlli başlı qəşəng istidir. Axırı bir balaca yılıqdır. Yəni seçilir əlbəttə ki dərəcə. Amma yəni yuxarıdakı kimi deyil. Amma o normal bir şeydir. Çünki radiator hündürdür. İstilik, belə deyək, teplonositel, yəni girir, istiliyi paylaya bura qədər az qalır və gedir. Bəzi adamlar var, elə fikirləşirlər ki, elə radiator yuxarıdakı kimi, məsələn, yuxarıda necə qaynardı, aşağıda da elə olmalıdır. Yox, elə olmalı deyil əslində. Elə bu normal bir şeydir ki, yuxarıda radiator əməlli başlı qaynardı, amma aşağı getdikcə yavaş-yavaş soyuyur. Niyə normal, yəni qeyri-normal şey odur ki, məsələn, sizdə 4 seksiya istidir, axırıncı seksiya isti deyil. Onda bu problem ondadır ki, hava qalıb, havanı çıxardıb bu problemi həll eləmək olar. Bir də yəni belə yəni demək istəyirəm ki, bu cürə uzun radiatordur. Mən son neçə ildir ancaq belə quraşdırıram bunu. Radiator 1 qram da tərpənmir də. Baxmayaraq ki, ancaq bir dənə buradan birləşib və bir dənə də buradan birləşib. Baxın, yəni radiatorda tərpənmə yoxdur. Bu nətər belə əldə eləmişəm bu cürə nəticəni? Çünki bunun altında çıxışın belə deyək də iç rezba burada divarın içindədir və bu cürə birləşdirilib bu radiatorlar. Əgər özü burada metaloplastdır, yəni hamısı atcellə kollektor sistemi işlənilib. Əgər bəzi ustalar var ki, borunun özünü çıxardır bura və burada bunun yerinə yəni boru çıxır, metaloplast boru 16'lıq və bu kran boruya birləşir. Onda radiator belə deyək, boş fason oturur. Çünki o boru yellənir, yəni əməlli başlı yaxşı saxlamır da bu radiatoru. Amma bu cürə birləşmə olanda переходна, нержавейка переходна. Bu iki perixod radiatoru çox bərk saxlayır. İstər diagonal, yəni belə vertikalni radiator olsun, istər horizontalni radiator olsun, fərqi yoxdur. Hamısını bu cürə mən birləşdirirəm radiatorları.